Fars diyarında o zaman olmuş bir hadisə. Farsların hikmət sahiblərindən biri belə rivayət etmişdir. Bir qadın var idi. Onun Kisra hökümdarının sarayına bitişik bir daxması var idi. Kisra, yəni Farsların böyüklərinə deyilir. Daxmasında da toyuqları var idi. Orada baxır, onu satır, özünü dolandırır. Bir gün o qoca qarı səfərə getdi. Subhanallah. Dedi, ey Rəbbim, mən getdim, bu olan mal mülkümü sənə əmanət edirəm. O uzaqlaşandan sonra həmən Kisra böyüyü sarayına, bağçasına baxmaq üçün gəldi. Dedi ki, bu daxmanı dağıdın, mən sarayımı genişləndirirəm. Dağıtdılar. Qaydanda görəndə ki, dağılıb, əsər əlamət qalmayıb, toyuqlarını da götürüb kəsiblər. Dedi, ey Rəbbim, mən yox idim, bəs sən ki, haradaydın, sən ki, bunu görürdün. Allah dərhal onun haqqını aldı. Həmən o Kəsranın oğlu atasının üstünə hücum çəkdi, onun yatağında bıçaqla öldürdü. Subhanallah. Bəzən də Allah təala nə edir? Dərhal bu dünyada alır. Allah təala buyurur, məyər Allah öz bəndəsinə kifayət etmirmi? Əlbəttə kifayətdir. Ona görə biz hamımız əgər sənin haqqına kimsə giribsə, onu Allah'a həvalə elə. Amma biz nə edirik? Tələsirik. Baxın. Əslində biz hamımız Adəmin Salih oğlunun sözünü deyənlərdə olmalıyıq.